Vaşinqtonda ABŞ prezidenti Donald Trump'ın NATO müttəfiqlərinə ünvanladığı son sərt açıqlamaları yaxın şərqdə davam edən gərginlik fonunda diqqət mərkəzinə çevrilibdir. Prezident bildirir ki, ABŞ olmadan NATO kağız pələngidir və bu müttəfiqlər nüvə gücünə malik İran qarşısını almaq üçün mübarizəyə qoşulmaq istəməyiblər. Trump sosial şəbəkədəki paylaşımında qeyd edir ki, artıq bu mübarizə hərbi baxımından qazanılıb və müttəfiqlər üçün demək olar ki, heç bir təhlükə qalmayıbdır. Bununla belə onun sözlərinə görə indi həmin ölkələr yüksək neft qiymətlərindən şikayət edir. Lakin vəziyyətin əsas səbəblərindən biri hesab olunan Hörmüz boğazında təhlükəsizliyin təmin olmasına dəstək vermək istəməyiblər. Prezident vurğulayır ki, bu boğazın açıq saxlanılması qlobal enerji bazaları üçün həyati əhəmiyyət daşıyır və burada sabitliyin təmin olunması əslində sadə hərbi manevr kimi qiymətləndirilə bilər. O iddia edir ki, müttəfiqlər üçün bu proses həm aşağı risklidir, həm də asanlıqla həyata keçirilən bir prosesdir. Trump hətta sərt ifadələr işlədərək bəzi müttəfiqləri çəkingən mövqedə olmaqda ittiham edib və bunun yadda saxlanacağını bildiribdir. Beləliklə, Trump'ın bu açıqlaması təkcə siyasi mesaj deyil. Bu həm də ABŞ-NATO münasibətlərinin gələcəyi, enerji təhlükəsizliyi və yaxın şərqdə qüvvələr balansı ilə bağlı yeni suallar doğurur.